Sizlerle beraber birinci sınıf Azerbaycan dili birinci hissə dərslik kitabından sizə tapşırıqların izahını vereceğim. Səhifə 9-dan 10-a qədər tapşırıqları, hərfləri və sözlərə baxaq. Səhifə 9-da birinci fəsildə mənim ailəmdir mövzumuz. Burada hərflərə baxaq. Hərflər R, A, M, I, N. Baxın burada. R, A, M, I, N. Sonra sözə baxaq. Sözdə isə sözdə baxaq görək sözdə nədir? Sözdə isə bütöv olur ramin. İndi isə keçək alta. Altta böyük hərflərə baxaq. A, R, Z, N, B. Kiçik hərflərə baxaq. A, R, Z, N, B. Burada baxaq. Şəkildə ana, ata, nənə, baba, Ramiz, Zəhra var. Tapşırıq B-də deyir ki, aşağıda kimlərin şəkli verilmişdir. Aşağıda ana var. Ana gedir A hərfi. Belə göstərir. 2-də baxırıq ki, Ramini görürük 2-də, ona görə bura R gedir. 3-də nənənin şəkli var. Ona görə 3-ə N gedir. 4-də isə babanın şəkli qalır və baba gedir. Tapşırıq C-yə baxaq, deyir sözləri oxuyun. Baxın uşaqlar, burada hansı sözdə neçə dənə sait varsa o qədər hecadır. Yəni məsələn ana sözündə görürsüz ki 2 dənə sait var, A və A. Baxın burada 2 dənə A var. Ona görə bu söz 2 hecalıdır. A, na. Burada birinci sözümüz andı. İkinci sözümüz ana, banan, bazar, bar, anbar, ara, araba, nar, anar. 8-ci səhifəmizin izahı bu qədər idi. Keçək səhifə 9-a. Səhifə 9-da tapşırıq 3-də deyir ki, şəkildəki varlıqların adlarını deyin, seçilmiş hərfləri səsləndirin. Burada birinci şəklimizdə görürük ki, ev şəkli var və burada səslə burada E hərfi, ev, evdə E hərfi, ərik, Ə, soğan, S, şir, Ş, fənər, F, inək, İ və I, arı olur. Burada axırıncı hərfdir. Burada hərflərimizə baxaq. Böyük hərflər Ə, E, Ə, S, Ş, F, İ, I. Kiçik hərflərdə eyni şəkildə E, Ə, S, Ş, F, İ, I. Burada baxaq, hərfdir. A hərfinin digər hərflərlə birləşməsinə baxaq. Burada siz dəftərinizdə belə yazmalısınız. Eyni bu şəkildə və A hərfinin yazılışını sizə göstərir. Tapşırıq burada deyir ki, sözlərdə çatışmayan hərfləri tapın. Burada birinci cərgədə yaxınlaşdıraq. Birinci cərgədə birinci şəklimizdə görürük ki, İ hərfi çatışmır. Birinci şəklimizdə ilan şəkli var. İkinci şəklimizdə S, sıçan, belə. Əslində çapla kitabca belə yazılır, amma belə yazılmalıdır. Məsələn, İ kitabda belə yazılır. İndi keçdikcə görəcəksiniz. S belə yazılır. Burada görürük ki, şəkildə ayı var. Burada olacaq ayı. I olacaq, amma I da kiçiyi belə yazılır. Keçək ikinci cərgəmizə. İkinci cərgəmizdə görürük ki, birinci şəklimizdə eynək var. İkinci şəklimizdə fil var. F hərfi belədir. Üçüncü şəklimizdə isə əlcək var.
İndi isə keçək tapşırıq C-yə. Tapşırıq C-də sözləri oxuyuruq. Nə, na, nə, bi, bir, sel, səs, sərin, şirin, şirə, sarı, bəbir, səbir, fəsil, asan. Bəli uşaqlar, səhifə 8-in və 9-un sözlərini, tapşırıqlarını, izahını verdim. Digər dərslərdə görüşmək üzrə. Kanalıma abunə olmağı unutmayın.